Maşallah maşallah. Bu nədir qardaş? Sizlər üçün bir dənə ev tapmışam. Şuvalandayıq dəyərli izləyicilərim. Şuvalanda 5 sotun içində 180 kvadrat metrlik tam əşyalı, isti hovuzlu, besetkalı videoya baxın. Məncə almağa dəyər bir evdir. Qiymət 345 min manat. Bütün sənədləri qaydasındadır, ipotekaya yararlıdır. Qışı da rahatlıqla əyləşəcəyim bir yer. Besetkası. Maşallah, maşallah. Allah sizlərə də nəsib eləsin belə gözəl evlərdə yaşamağı. Qarşısında 9 metr uzunluğu olan, 4 metr yarım eni olan, 1.60 dərinliyində isti hovuzu və kifayət qədər yaşıllığı. Bu arada maşınımı deyib harda saxlayacam deyirsiniz ha. Bax o bayırda sizin üçün 5 dənə maşınlıq yer var. İçəridə də bir 3 dənə maşınlıq. Gəl getdi evə. Deyirlər sağ ayaqla daxil olanda ev huzurlu olur. Ya Allah, söz söhbət az olur. Daxil olduq evimizə gözəl rəng tonlarından istifadə ediblər. Ev maşallah istidir. Bu qutqamı çıxartdım. Qoyduq burada. Televizoru, kondisioneri, hər bir şey, əşyaları tam hazırdır. Hovuz mənzərəli. Adam burada göz almaz qardaş. Gəldik. 28 kvadratlıq, üzr istəyirəm, 38 kvadratlıq zalı, zalın yanında. Mətbəxi, gəl, heç nə olmaz, gəl. Biraz da təbii olsun da, nə olacaq? Burada, mətbəxin daxilində, xanımların komfortu, çamaşırxana və mətbəxdən həyət mənzərəsi. Burada oturub səhərlər kofemizi içə bilərsiniz, çayınızı içə bilərsiniz. Gəldim, evdə çox gəzdin, 180 kvadratdır. Gördün ki, mənim kimi yorulmuşsan. Oturdum burada. Bir dənə də həyat yoldaşınıza dediniz ki, bir dənə çay gətirsin. Oturursunuz burada, çayınızı içirsiniz, sonra keçirsiniz yataq otaqlarına. Gəlin buradan sizlərə yataq otaqlarını göstərim. Burada birinci yataq otağı və həmən yanında sanitar qovşağı. Evimiz tam isti döşəməlidir. Tavanın hündürlüyü 3.40'dır. Bunu da qeyd eləmiş olun. Bu arada oturub o çayınızı içəndə televizora da baxa bilərsiniz. Koridorda televizoru var. Bir dənə bu yataq otağı əşyasızdır. Bunu da öz zövqünüzə görə övladlarınız üçün düzəldə bilərsiniz. Və mama papa otağı dediyimiz otağımıza gəldik. Burada 25 kvadrat metrdir və özünün sanitar qovşağı. Xanımların ən yaralı yeri olan qardırobu. Bunu da tapmışam sizlər üçün. Gəldik bir videomuzun daha sonuna dəyərli izləyicilərim. Like'larınızı unutmayın. Abunə olmamışsa abunə olun. Bu qardaşımıza dəstək olmuş olarsınız. İnşallah yeni videolarda görüşmək ümidiyle. Allah sənə və sizlərə belə gözəl evlərdə, bundan daha gözəl evlərdə yaşamağı nəsib eləsin inşallah. Görüşmək ümidiyle. Hələlik.